Bu il 28 may Müstəqillik günü Laçında xüsusi təntənə ilə qeyd olundu. Bir vaxtlar xiffətini çəkdiyimiz, indi isə 3 rəngli bayrağımızın dalğalandığı doğma Laçın bu əlamətdar günü möhtəşəm konsert proqramı ilə qarşıladı. Azad edilmiş torpaqlarda keçirilən bu tarixi tədbir hər bir Azərbaycanlının qəlbində böyük qürur və sevinç hissi oyatdı. İllər sonra öz yurdlarına qayıdan Laçınlılar və bütün ölkə vətəndaşları üçün bu konsert sadəcə musiqi ziyafəti deyil, həm də azadlığın, birliyin və qayıdışın təcəssümü oldu. İndi izləyəcəyiniz reportajda Laçında yaşanan unudulmaz anları, səhnədən yüksələn musiqinin ruhunu və xalqımızın qəlbindəki sonsuz müstəqillik eşqini sizə təqdim edəcəyik. Bəli, bitdi niskili 30 illik vətən həsrətinin. Hüquqi sahibinə qovuşan Laçında nəinki Həkəri çayı sevincdən coşub çağladı. Hər daşı, hər qayası, hər ağacı, hər yarpağı Laçının fərəhindən titrədi. Zəngəzur silsiləsinin ən uca zirvəsinədək yayılan Azərbaycan musiqisinin gözəl sədaları altında. Laçında anadan olan əməkdar artist Ehtiram Hüseynov və Laçın Muğam qrupunun ifasında Laçının mahnısı 28 may Müstəqillik günündə Laçında keçirilən möhtəşəm konsert proqramında təqdim edildi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyip Ərdoğan və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu tarixi an Laçının azadlıq nəfəsini və Türk-İslam dünyasının birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi altında qaytağı instrumental ansamblının müşayiəti ilə xalq artistləri Azər Zeynalovun ifasında Laçın. Brilliant Dadaşovanın ifasında Bu qala daşlı qala. Daşlı qala, çınqıldı daşlı qala, qorxuram gəlməyəsən, gözlərim yaşlı qala. Samir Cəfərovun ifasında Çanaqqala türküsü. Əməkdar artist Nigar Şabanova, tanınmış muğam ifaçıları Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, İlkin Dövlətov və digər tanınmış incəsənət xadimlərimizin ifasında Azərbaycanın, Türk və Pakistanın mahnıları səsləndirildi. Azadlıq nəfəsi duyulan bu müqəddəs məkanda səslənən hər bir mahnı qəlbləri riqqətə gətirdi. Azərinin ifasında sözləri böyük şairimiz Əhməd Cavada, musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus Çırpınırdı Qaradəniz mahnısının sədaları isə Laçın dağlarının zirvələrinə sancılan 3 rəngli bayrağımız kimi qürurla dalğalandı. Türk dünyasının birliyinin, qəhrəmanlığının və azadlıq eşqinin rəmzi olan mahnıda bu dəfə əbədi Laçın dastanını yaşadıq. Azərbaycan bayrağını Qarabağda asmışıq biz. Azərbaycan bayrağını Qarabağda asmışıq biz. Qələbə sevincimizin sədası Qarabağ şikəstəmiz. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsi nəticəsində qazanılan zəfəri musiqi ifadəsi olan bu şikəstə qədim diyarımızın yaralarına bir məlhəm kimi yayıldı.
Hər misrasında Qarabağın keçmiş fəryadı, hər notunda isə bugün azadlığına qovuşan torpaqlarımızın nəfəsi duyuldu.